səncə? Neçə müddət? Və məsələn, mən indi əziyyət çəkirəm. Bilirəm ki, bu bir aya, 3 aya, 1 ilə nə vaxtda normal statistik göstərici ilə bəhrəsini verə bilir? Valla bu gəlir sualdır. Bu gərək psixoloqlar falan canlı belə izah eləsin, bu bioloji bir proses olar. Amma mən belə deyə bilərəm də, bu səbrlə uğur belə paralel anlayışlı deyə düşünürəm. Uğur elə bir şeydir ki, gözləmirsən də onu. Yəni bir gözləmirsən. Məsələn, bu maraton yarışında adam çıxır, qaçır. Yəni bəlli bir yerdən sonra zamanı itirir, saatı itirir, yolu itirir, amma qaçmağı dayandırmır. Çünki o başa düşür ki, o finişə gedib çatmalıdır. Səbir də belə bir şeydir, zamansızdır. Yəni uğur da zaman. Qəşəng. Oturursan, gözləyirsən, amma boş gözləmirsən. Yəni biz başa düşməliyik ki, həyat davam edir və bu davam etdiyi müddətcə hər şey dəyişir. Oyunlar dəyişir, oyunun qanunları dəyişir. Siz də dayanmadan özünüzü inkişaf elətdirir və hərəkətdə olmalısınız. Bax bu səbir burada yaranır ki, necə edeyim dayanmayım, necə edeyim işləyim, necə edeyim oxuyum. Necə eləyəsən? Bax öz uğursuzluğundan danış. Mən bilirəm ki, sən yenə həqiqətən zəhmətlərdən gəlmiş bir insansan. Yəni Bax o uğursuzluq, dibə düşmə, pulsuzluq və s. olmamış, inanmıram olmasın. Yəni olub. mütləq ki olur. Orada necə çıxmısan?